Hər birinizi salamlayıram, videoma xoş gəlmisiniz. Bugün Azərbaycan TikTok videoları izləyirik. Davamını istəyirsinizsə videoya like atıb aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Həmişə eyni giriş eləyirəm, bilmirəm nəyə görə. İstəyirəm girişi qısa tutum. Yəni də çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Başladı. TikTok əfsanələri başladı. Azərbaycan ən musiqili yolunda həmişəki kimi buradan gedəndə adamın içalatı tökülür. Nə oldu bura belə? Sirkələnə təbii böyrək daşı salmaq üçün vasitələr. Yolun bir tərəfi düz asfaltla göründüyü kimi də, yəni burası nəyə görə belədir bilmək olmur. Kafeldir, nədir bu? Hə, durub Bundan elə düz asfalt eləsəydilər yaxşı idi məncə. bir kuruq sürüm səni gör, bir dənə böyrək daşı qalırmı səndə? Danışırlar boş-boş. Müalicəvi asfalt. Ölkələrdə nadirən tapılır. Yəni bizdə var da hazır. Niyə yersən gedib Qorxdum, dedim qaqaşın telefonu düşəcək. Durduq yerə dostundan gələn o zəng. Dostunun adı nə yazıb? Yeriyən pox. Nə var? Nə var sənə? Hə? Nə zəng vurmuşsan? Sən zəng vurmusan, xiyar. Zor eləmişəm. Nəysə davay, fısqır. Danışmırdın, sən nəyə zəng vurub o yuxudan ayadırdın? Ay giş. Həqiqətən də adamın belə bekar dostu olur. Nəsə danışmağa söhbət axtarır. Xırdalanda say məhdud. Həqiqətən də bu çöldə Batareykadır bu. telefonu sönənlər üçündür. Gəlin bunu sizə test eləyirəm. Baxın. Keçən saytda görmüşəm bunu 35-25 manata qoyublar. Bu nədir ki, bunu o qiymətə qoyursunuz? Amma bir dənə özəlliyi var. Sadəcə bunu xırdalan müştərilərimiz üçün eləmişəm. Bax bunu buradan taxdım. Başladım idman eləməyə bax. Bir də ora bax. Küçənin içində bu bizə lazım deyil. Küçənin içində onu elə fırlada bilərsən. Bir də görürsən qıraqdan biri gəlib deyir ki, sən nə edirsən belə? Həqiqətən belədir. Amma belə evdə falan işıqlar sönəndə idman da özünü fırladırsan gedir. Adamın ömrünü yeməz bu məncə. Ailəm, o qədər hazırlığa gedirsən. Gəl qonaqlarla ingiliscə danış. Ona qədər. 1, 2, 3, 4, 5, 9, then 19. Yaxşı bir həcdik. 3-4 dənə bir ingilis dilindən. Məsələn, Kəlmələr. bas avtobus deməkdir. Aha. Parta part deməkdir. Parta part deməkdir həqiqətən. Həqiqətən partaya nə deyirdilər? İngiliscəm çox zəif deyə. Salama deyirlər. Salama deyirlər. Children. Partaya bildi nə deyirlər, amma salama nə deyirlər bilmədi. Children. Salama children deyirlər. Qəribədir. Bəs uşaqlar nə deyirlər? Uşaqlara deyirlər. Uşaqlar Uşaqlara da hello deyərlər yəqin ki. Mesela zibili çıxacaq. Amma elə bildim 06 falan keçəcək yoldan. Mən də Allah neynəmək istəyir dayda. Düz kameranın qarşısında gəlib hərəkət eləyir. Biri yorumlarda yazır ki, Mercedeslə şəhərə çıxanda bilmirsən səni yolda qoyacaq. Qaqa yerin rahatdır, mən ölüm. Böyle götür biraz soyuqda qaldı, su yaxşı mən ölüm. Soyuq olar, mən O itdəki rahatçılığa baxın bir dənə. ölüm, yaxşı örtüsü, mən ölüm. Kefdə deyil, səhər o başdandan durub dərsə getmir. Ruslan canım 100 yaşa, sənə uzun ömür, can sağlığı. Gözəl qəlbin var, gözəl qəlbinlə bax bu yaşda gözəl qalmısan. Ruslan hanı? Dəyərli insansan. Sənə incə sənətdə də çox böyük Ruslan ortadakıdır. Təbrik edirəm. bölgələrdə də səni insanlar çox sevirlər. Qəlbin təmiz. Yəqin ki, Ruslanı demək istəyiblər, səhvən olub da qarışıqlıq olub. Bir nəfər yazır ki, mən 2 saatdır Ruslanı axtarıram. Sadəlik baş tacıdır. Məşhur dostumuz sinif yoldaşıma saat deyir. Uydo. Qolunda biznes yaradıb. Düzdür, sadəlik baş tacıdır. Kim bu Zakiri alsa bilsin ki, bax bu belə uşaq kimi yatır. Zakir nə şirindir. Yanında kuklası da var. Oyuncağı. Qoy yanına. Ayaqlarını da belə qattalayır, sərgəli yatır. Rəngi çox qəşəngdir. Yot oğlum, yot. Göy quşağıdır elə bir. Yat. Gözü yum yat. Gözü yum yatdı daha. Bunu götürmeye oynayır bundan. Götürüm. Nətər baxıram işqanı dalınca həsrətlə. Ara gəlmişəm ha. Ara çay. Atım maşına qoşub. Maşını saçdım ya. Maşına ata qoşublar. Biz ara gəlmişəm. At onu heç vaxt yəni darta bilməz. O da özü də quyruğuna bağlayıblar. Bufer çıxdı. O maşını çıxarmağın bir çarəsini tapmayıblar yəni. Atı gətiriblər. Özü də quyruğuna bağlayıblar.
İmplanta baha deyirsən, protezə baha deyirsən, problem yoxdur. Qaqanında çarə qutaran şey deyil. Gəl sənə 5 manata belə bir şey verim. Hansı məclisə Köhnət çəkən. getdin, stolun bir kənarına bağlayırsan, əti tullayıb 2 kaçalka vuran kimi üydür tökür boş qabına götürüb yeyirsən. Daha mən sənə nağarım. Düz yerdə dişini enirsiniz. Mən də dişlərimi çıxartdıracağam. Məclisə gedəndə alacam yanıma ət çəkəni, ət çəkəndən istifadə edəcəm. Valla, nar yemək videosu. Nar yemək. Bu da şah, nar şah, bilə-bilə qırdım, bax belə. Belə qırdım. Sonra bir dənə belə... Hə? Bunları qabıq qarışıq yeyir. Bu nədə? Bom. Nə o? Bu da bu, nar yemək videosu. Bax, görür. Görür. Bir dənə bax, belə, dənə yoxsuz, bax, nar. Belə, Belə. Sadəlik baş tacıdır. Nar yemək lazımdır. Əla, şahid. Amma qaqaş nə deyir, başa düşmədim. Kirayə istəyənlərin nəzərinə. Bir nəfər adam üçün. Kirayə dəyəri də 100 manat. Kirayə deyir, dəyəri 100 manat. Qardaşım, bu hardadır belə 100 manat nədir? 100 manata cəmaət, yəni yaxşı bir dənə evdə kirayə qalırdı, yəni. Bu da yaxşı evdir, amma belə otağı biraz balaca görünür. O da biraz. Ev istəyənlərin nömrəm 070 376 46 94. Kontur yox deyə zəng eləyərdik nömrəyə. Evdə bir dənə çatışmayan paltaryanlı, yəni xəz. Paltaryan gətirmədi oraya, yəni. Paltaryan çatışmasa yaxşıdır. Ora paltaryan gəlsə yatmağa yer olmayacaq. İstəsəz gəlib götürəsiz. Bu da evimizin gözəlliyi. Balaca evdə olsa havalı evdir, qəşəng. Tabi belə girəndə gərək daldala çıxasan, onu da deyim biraz. Qəşəng şəraitdə evdir. Təmiz bir evə bənzəyir. Bu xaladenlik. Bu xörək pişirməyə qazı. Xörək pişirməyə qazı. Bu da Yox, təmiz deyəndə biraz tələsdim. Otaq təmiz imiş. 100 manat biraz çoxdur, yerindən asılıdır da. Olsa, bu içinə daş qoymuşam. Şu an rejimdən təpik qoy. Oy. Təsir əks təsirə bərabərdir. Ha dostlar, saska almışam. Buradan Oba marketə demək istəyirəm. Ay, fışdırıq. Bu nədir? Fışdırıq niyə də la? Maçalıqa. Bu nə saskadır, xalqa soxursunuz. Bu nə saskadır, əhaliyə soxursunuz. Ay, maçalka olacaq da kilosunu 3 manata almısansa, bundan artıq nə gözləyirsən? Amma səni çırparam. Çırparam. Nə dedim mən? Nə dedim mən? Mən qardaşım var ya burada. Oy, meymun əsəbləşdi. Meymun şokda deyir ki, bu nə deyir, görəsən nə demək istəyir bu? Bir videonun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videoya like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Gələn videolarda görüşmək ümidi ilə sevilirsiniz.